Orxan, mənə Qoç burcunun sevgisindən danış. Sən çox həssas yerə toxundun. Bir qoç sənə bizə necə sevir? Düşüncəsində. Bax, düşün ki, bir qoçun həyatındasan. Səni səndən çox sahiblənəcək. Göz yaşlarından tez sənin yanında olacaq. Qoç aktual insandır. Bir qoçun həyatında olmaq, bütün xarakterləri yaşamaqdır. Qoç sənə dəyər verər, sənin yanında olar. Sənin əlindən tutar, amma səni heç vaxt buraxmaz. Qoçun ən üstün xüsusiyyətlərindən biri bizə nədir? Duyğusu. Yalandan sevə bilmirlər də Qoç bürcündə olan insanlar. Qoçun qadınları sevgidə şizofrendir. Bəylər də həmçinin. Bir qoçun həyatında olmaq, tarix oxumaqdır. Bunu sən özün çox gözəl bilirsən. Qoç var bir insanın, baba bu əlini tutursa, o insan əlini heç vaxt buraxmır. Və bir qoç sevgidə ən üstün tərəflərindən biri olaraq cəsarətdir. Qoçun həyatına girirsən, elə bir nağıllar aləmindəsən. Yaşamamısan bu hissi. Qoçun sevgisini dadmaq hər qula nəsib olmalıdır, yadda saxla.